Uşaqlar salam. Deməli, sınav 13 ilə davam edirik. 1. Qanağınlığı müəyyən edin deyir. 38 və 25. 38 və 25 nə edib uşaqlar? 38 və 25-i toplayıb 63, tərsi 36. 62 və 29-u toplasaq 91, tərsi 19, 45 və 38-i toplasaq 83, tərsi 38, 32 və 43-ü toplasaq 75, tərsi 57. Sizə bir şey deyim, imtahanlarda, bu da variantlarda bir 75-in özü də ola bilər, sizi çaşdırmaq üçün. Diqqətli olun. Birinci testimiz A variantı. Gəldik 2-yə. 2-də nə edib? Deməli, bu 5 bucaqlıdır, bu 3 bucaqlıdır, düzdürmü? O zaman 5 bucaqlını 3-ə vuraram, 3 bucaqlını da 5-ə. 5 vur 3, 3 vur 5, 15, 15. Bu da bizə verir 30. 1, 2, 3, 4, 5, 6. Deməli, 6-nı vurarıq 7-yə. 1, 2, 3, 4, 5, 6. 6-nı da vurarıq 6-ya. 42 üstə gəl 36, 78. 1, 2, 3, 4. 4'ü vurarıq 6'ya. 1, 2, 3, 4, 5, 6, 8. Neçə dedim? 1, 2, 3, 4, 5, 6. 6'ını da vurarıq 2'ye. 24 üstə gəl 12 bizə verər 36. Verilen kubun ixtiyari çevrilmesi nəticəsində alınan variantı seçin. Kubun bütün tərəflərindəki təsvir şəklidir. Deməli uşaqlar. Fikir verin. İndi yeni variantları araşdırırıq. Görək hansı ola bilər. B variantı baxan kimi bilinir ki, səhvdir. Niyə? Çünki bu fiquru tərsinə çevirsək, bunun alt hissəsində bu olacaq. Düzdürmü? Baxın. Tərsinə çevirsək, altında, yəni bu olmalı deyildi. Burada nə edib? Fiqura çevirib baxıb, düzdürmü? Bu hissə eyni budur da. Yuxarıdakı necə 2014 ola bilər? Yuxarıda ilə bu hissənin özü olmalıydı. Deməli, bu da səhvdir. Fiquru çevirib baxsaq yana, deməli, o zaman bunun üzərinə bu düşməliydi. Qubranı silim. Əgər bu kubu bu şəkildə oturtsam, bunun üzərinə bu düşməliydi. Amma gəlin bir də baxaq. Deməli, çevirdim bu hissiyə. Olur. Bu fiquru oturtduqda yenə bu üçlü olmalıdır. Burada bu şəkildə. Yəni, əgər bu qara yuxarıda olsaydı, bu qara, deyərdim, digər üzdən baxır. Variantlar çıxanda düzgün cavab qalacaq. A variantı. Sonra 4-ə baxaq. 4 də maraqlıdır. Qanun uyğunluğu müəyyən edin deyir. Qanun uyğunluğu 7, 1, 2, 3, 4, 5, 6, 7. M7-dir. Yəni 7 bucaqlıdır, 5 bucaqlıdır, N 6 bucaqlıdır, 4 bucaqlıdır, 7, 8 bucaqlıdır, 3 bucaqlıdır. Uşaqlar, M77-ni necə alıb? 7-ni özündəkini vurub, 7 nələrlə birləşib? 5 və 6 ilə. 5 və 6-yı toplayıb, 11 7-yə vurub 77. Başa düşdünüz? Məsələn, N 114 necə alıb? Bax, N özü 6-dır. Nə ilə birləşib? 7, 5, 4, 3. 7 ilə birləşib 5 ilə, 4 ilə, 3 ilə. Toplasam neçə eləyir? 12, 16, 19. 6 vur 19. Bu da bizə verir 114. Məsələn, Ə65, düzdürmü? Ə özü 5-dir. 5 bucaqlı daxilindədir. Nələrlə birləşir? 7, bir də 6. 7 və 6-yı toplasaq 13, 5-ə vursaq 65. T'yə baxaq. T özü 4 bucaqlıdır. Nələrlə birləşir? 6, 3, 8. 6 üstə gəl 3, üstə gəl 8. 9, 9 üstə 8, 17. 4 vur 17, 68. İyə baxaq. İ özü 3-dür. Nələrlə birləşib? 3 özü nələrlə birləşib? Bax, 6, 4, 8. Bu da bizə nə verir? 10, 18, 3 vur 18, 4-ün də 54. İndi bizdən Q-ni istəyir. Düzdürmü? Q özü 8 bucaqlıdır. Nələrlə birləşib? 3 və 4-lə. Yəni 8 vur 7,
Bu da bize verir 56. Uşaqlar, burada da yığdıqda diqqətlə baxın. 11'in sağında 22, solunda 0 olsa, 11'in üzəri necədir? Ağ, ağ, boz. Burada problem yoxdur. 22'ye baxın. Qırmızı, ağ, boz. Qırmızı, ağ, qırmızı verib. Bax, bura şəkildə diqqətlə baxın. Bu hissəni qırmızı verib. Axı bizdə 22'nin üstü bozdur. Ona görə avtomatik A variantı səhv. Bir dəqiqə mən çəkim sağa. Önemli. Sonra deməli A getdi. İndi 22, 22 deməli 22'nin 88, 11'dir. Burada 88, 33 verib. Bu səhvdir. 88'in sağında solunda 11 0 değil. 88'in 22 ve 33 olmalıydı. Bu da səhvdir. 33'ün bu bağlansa bura 33 bağlansa bu 88 gələcəkdi. 33'ün tərəfləri 0 və 88'dir. Düzdürmü? O zaman deməli boz, ağ, qırmızı düzdür. Qırmızı, ağ, boz, ağ, qırmızı hamısı düzdür. Düzgün cavab oldu. D variantı 5-ci testdə. Yenə kub. Mən nə məsləhət bilərdim? Biz kuba dörtlü baxmağa öyrəşmişik ki, bunu dörtlü şəkildə yığaq. Necə yığaq? Bax, bu hissə var ya, bu hissə. Amma bu hissəni götürüb belə buradan necə başa salmayım? Bu hissəni birlikdə ayırmadan qələmimi tapsın. Bu hissəni bu şəkildə yerləşdirirəm bax belə. Başa düşdünüz? E gəlir bura. 2 də gəlir belə. Niyə belə elədim? Bu hissəni çevirsəm bax belə. Bax belə olsa, bax belə. E gəlib düşəcək bura. 2 də düşəcək belə. İndi eyni şeyi bura üçün də edirəm. Bax bu hissə var. Çevirsəm bunu necə yerləşdirmək istəyirəm? Bax bu şəkildə. Başa düşdünüz? Bu onda 24. Mən tərs yaza bilməyəcəm. Və 24 düşəcək belə. S də düşəcək onun altına. Siz yəni indi bax bunlar getdi. Bizdə də bu getdi. İndi hal-hazırda belə alındı. 2 L 0 24 S. Bizdən ne istəyir? Düzgün olmayanı seçin deyir. Aha. Baxaq. Variantları yoxlayaq. Deyir 2'nin üzərinə neçədir görəsən? 12'dir. Kitapta başında. Test 13. 24 onu görmedim. Deyir 2'nin üzerine 24 düşdükdə 0 düşür. Bax 2'ni fırlada buraya getirsəm 2. Deməli burada bu 2 bu tərəfə çevirsək bu şəkildə olacaq. Bu tərəfə çevirsəm bu şəkildə olacaq. Bu tərəfə də gətirsəm necə yazım? Hər neysə burada 2 olacaq, yəni belə deyim. Çevirə-çevirə gəlir yaxı. 2'nin üzərində 24 olanda bu hissiyə nə düşür? 0 düşür. Dedim, əgər normalda 24'ün üzərinə 2 düşdü, burada Y olmalıydı. Sağa baxır. Yox, o tərəfdən bəri baxıramsa 2'nin üzərində 24 düşəndə. O zaman sola baxırıq. Yəni A doğrudur. Həməndən yanlışı soruşur zaten. Elin üzərinə
Y düşəndə sağda 2-dir. Bəli, doğrudur. Bu hissəyə baxın. Baba, bu üçlüyə baxın da bura. Elin üzərinə Y düşəndə Y sağında 2-dir. Bu da doğrudur. Sonra S-nin üzərinə, S-miz hardadır? Hə, S-ni bura gətirsəm, 0 düşdükdə, bu hissəni deyir, bu hissə. S-nin üzərinə 0 düşdükdə sağda 24. Bu da doğrudur. 24-ün üzərinə 0 düşdükdə sağda Y yox, 2 olmalıdır. Uşaqlar, burada fiqurları prosta elə S, 2 mən yazmışam, amma onlar çevrilmiş formada olmalıdır. Yenə deyirəm, köməyimizə gələcək bir poza. Daha sonra burada da yine açılışa verilmiş kubun düzgün yığılmış variantını seçin. Tutaq ki, bax bu 1, 2, 3, 4 dənə balaca hissə var. Onu gətirir, bax buraya yığıram. Dördüncü tərəf kimi yığdım. Düzdürmü uşaqlar? Bax budur. Bu bunun qarşısına gəlir, bənövşəyi. Bu ağ da bu yuxarıdır, bu aşağı. Başa düşdük? Yığdıq. Bu balaca hissələri götürdüm, dördüncü bir tərəf kimi alındırdım. A variantı zaten səhvdir. Çünki bu panda ilə bu yeni üz, daha doğrusu bu gözlərlə yeni üz qarşı üzlü, qonşu üz kimi görsənə bilməz. Sonra burada zaten bura səhv verilib. Burada da yenə bu tərəf səhv verilib. Onda düzgün cavab B-dir, amma yenə də yoxlayaq. Deyir, N-in üzərinə bu hissə düşdükdə sağında D mi olur? Baxın, bu qayda. Dedim axı D fırlana bilər. D-ni gətirsək bura, oradan da N-in üzərinə bu düşdükdə, bax fiqura belə baxın, N-in üzərinə bu hissə düşdükdə sağında D durur. Düzgün yığılmış variant oldu B variantı. Sonra 8 üçbucaqları sayaq uşaqlar. Mən bu şəkildə bəzən elə test olur ki, hazır bir asan qaydası olmuş uşaqlar. Onu məcburuq saymağa. Baxaq. Gələm rəsim itdi. Deməli uşaqlar, bax bunların hamısının nömrələyək. Birinci üçbucaq 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Bunlar hamısı üçbucaqlı da, düzdürmü? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. İndi bir də bunların birləşmiş versiyaları vardı uşaqlar. Məsələn, 3, 4, məsələn, 2, 5, məsələn, 7, 9, 6, 8. Yəni 3, 4 bu bir üçbucaqdır. 2, 5. Sonra nə dedim? 7, 9, 6, 8. İndi bir də bunları bu şəkildə də baxa bilərik də. İndi məsələn bunları artıq yazdım. Gördünüz, silirəm bunları. Bir də belə baxa bilərsiniz. Bu şəkildə. Düzdürmü? Bu da üçbucaqdır. Yəni 6, 7 də bir üçbucaqdır. 8, 9 da bir üçbucaqdır. 2, 3 bir üçbucaqdır. 5, 4 bir üçbucaqdır. Bunları da yazdık mı? Bunları da yazdık. Sonra indi yuxarıdan getdik. Uşaqlar, bu şəkildə baxsaq, başqa rənglə verim. Bax, gördünüz bu narıncını. Yəni 2, 5, 10 bir üçbucaqdır. Bunun bu tərəfinə baxın. 1, 7, 9 bir üçbucaqdır. Bu xətləri silirəm. Siz görəsiniz deyə fərqli rənglərlə bu işi salmağa çalışıram. İndi məsəl üçün bir də buna belə baxaq da bu şəkildə belə. 1, 2, 5 bir üçbucaqdır. 7, 9, 10 bir üçbucaqdır. Bu niyə belə oldu? 1, 2, 5 bir üçbucaqdır. 7, 9, 10 bir üçbucaqdır. Bunlar da bitti mi? Yaza geri. Neçədən tapmışıq? 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22. Düzgün cevap 22. Bitti.
Sonra nömrələmə üsulu ilə saymaq çox rahatdır. Burada nə edib uşaqlar? 24-ün üzərinə 8 gəlib, 6 gəlib, 24 gəlib, 12 gəlib. Uşaqlar öz rəqəmlər hasilidir. 24-ün üzərinə 2 vur 4 gəlib. 8, 32. 32-nin üzərinə 3 vur 2, 6 gəlib 38. 38-in üzərinə 3 vur 8, 24 gəlib. 60 gəlib. 62-nin üzərinə 6 vur 2 gələcək. 74, 74'ün üzerine 7 vur 4 yani 28 gelecek. 74 ve 28 de bize verecek 102. 10. test sonuncu 48. Bana fikir versəz bunlar kvadratdır. Yəni 49 7-nin kvadratı, 64 8-in kvadratı, 25 5-in kvadratı, 36 6-nın kvadratı. Neyini? 48'in rəqəmlər cəmini 49 nəyin kvadratı? 7 vurub 7-yə. 12 vur 7 84. 31'in rəqəmlər cəmini 64 nəyin kvadratı? 8'in 4 vur 8 32. 67'nin rəqəmlər cəmini vurub 5'ə. O zaman 92'nin rəqəmlər cəmini vuracaq 6'ya. Bu da düzgün cavab olacaq. 66 yəni D variantı. Bu testimizə yekunlaşdı. Uğurlar. Diqqətlə baxın uşaqlar. Təkrar baxın, diqqətlə baxın.